Mən Cavadov Rəvan Şəmsəddin oğlu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu 2-ci qrup Qarabağ qaysiyəm. 2022-ci ilin sentyabr hadisələrində ağır yaralanmışam. Aldığım güllə yarasından ayağımda 10 sm travmatik qısalıq əmələ gəldi. Neçə ildir ki, bu ayağımdan əziyyət çəkirəm. Ötən ilin dekabr ayında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında mənə təkrar əməliyyat diaqnozu qoyuldu. Və mən o günü Yaşad Fondu ilə əlaqə saxladım. Yaşad Fondu işi verdi. 1-2 gündən sonra icbari tibbi sığortaya. İcbari tibbi sığorta da ki, zəng etdim, onlara müraciət elədim. Onlardan mən gözlə işə araşdırırıq. Gözlə biz implantı zakaz vermişik. İmplant indiyənə kimi gəlməyib. Sonradan işə imtina verdi icbari tibbi sığortadan. İcbari tibbi sığorta 5 ay məni gözlətdi, heç bir müsbət cavab vermədi. Ancaq araşdırılır iş. Gözlə hələ biz sənə zəng eləyəcək. Nə zəng elədilər, nə araşdırdılar. Bir ay olar iş verildi təbibə. Təbiblə icbari sığorta qədər heç mənim ayağım belə məni incitmədi. Mən dəfələrlə gedə-gedə saldılar, başqa-başqa xəstəxanalara göndərdilər. Halbuki o həkimlər o əməliyyatı eləyə bilməyən xəstəxanalara göndərdilər. Mən bu haqda prezident aparatına bildirdim. Dəfələrlə prezident aparatına getdim. Orada mənə baxılmadı. Açıq aydın orada mənə yola verildi. Get, biz səni çağıracaq. Başqa bir adamla görüşərsən. Getdim, mən orada da görüşdüm. Yəni orada mənə deyildi ki, biz sənə zəng edib əlaqə saxlayacaq. Heç əlaqə belə saxlamadılar. Mən bu haqda sonra Xaçmaz rayon icra hakimiyyətinə bildirdim ki, sən bizim rayonumuzun icra hakimiyyətisən, köməkliyi elə bir Qarabağ qaysisi olaraq səndən xahiş edirəm ki, məni belə incidir bu qurumlar. Onlardan da bir müsbət cavab olmadı, onlar da mənə yola verdilər və indiyənə kimi mən gözləyirəm. Mənim əməliyyatıma cəmi 7080 manat pul lazımdır, implant olsun. O da ki, dövlət xəstəxanasında olmadığı üçün özəldədir. Mənim də dövlətim 5-10 manat qabağa düşsün deyənə işi vermir özələ. Gözlətirlər ki, dövlətdə bəlkə olar. Yəni, dövlət xəstəxanalarındakı o əməliyyat icra olunmuyor. Yəni, ancaq özəldədir, özəl də verilmir. Yəni, neçə ay ki, mənə incidirlər və baxılmır mənim vəziyyətimə. Hansı qapıya üz tutmuşam, hansı qapını döymüşəm, o qapı mənim üzümə bağlanıb. Bir dövlətin qaysisi kimi, müharibə əlli kimi mənə çox incidirlər. Yəni, əlimdə heç yerə çatmır.